illərdir mədə ağrısından əziyyət çəkən sağalıb. 7 ildir mədəsində problem var imiş. Kimdə belə problem varsa diqqətlə qulaq assın və öz-özünü sağalsın inşallah. O qədər dua edirəm ki, canlı zavallı. Martın 4-ü öd kisəsindən əməliyyat olacaqdım. Daş doluydu deyə. Mədəmdə qastrit var, mədəmə vururdu, ağrısı. Əməliyyatdan 2 həftə əvvəl başladım. 1 ay dazotu yağ içdim. Nə əməliyyat oldum, nə bir şey. Ağrım da yoxdur. 7 il olardı mədə ağrısından əziyyət çəkirdim. Hər cür dərman içirdim, xeyri yox idi. Buna görə tez-tez yazıram ki, yorumlarda elə belə deyib keçməyin. Alın, için, şəfa tapın. Bu bəyə də dua edin inşallah. Çox sağ olun. Allah razı olsun sizdən, Günel xanım. Siz şəfanızı tapmısınız. Mən də bunu oxuyuram ki, insanlar da götürüb istifadə eləsin. Valla bu sistem özü-özünü sağaltmağa qadirdir. Sadəcə olaraq biz ona diqqət eləsək, qidaları düzəltsək, bir də dazot yağıdır, çaytikan yağıdır, hər hansısa birindən istifadə eləsək, biz sağalırıq. Deyərəm ki, illərin mədə problemi 10-15 günə, bir aya tam qurtularsınız. Tam sağalar da gül kimi olar. Buna görə böyük pullar xərcləməyə, nə bilim, nələr istifadə eləməyə ehtiyac yoxdur. Yəni kimyəvi şeylərdən söhbət eləyirəm mən. Təbii olan vasitələrdən istifadə eləyin, sağalın. Allah bütün xəstələrə şəfa versin. Mən də qınamayın, xahiş edirəm. Gəlib yorumlarda yazır, necə elədi, neynədi, nə qardı. Millət tökülür ora. Başa düşürəm, hamı xəstədir. Mən isə, mən təkəm. Orada ağıllı insanlar gəlib yazır ki, ay gözəl insanlar, bu adam təkdir, biz çoxuq. Mən cəm olaraq bir dənə video çəkib qoyuram. Deyirəm, eləyin. Bir dənə sizin səbriniz yoxdur ki, girib bir dənə belə deyim də videolara baxasınız. Oradan götürüb eləyəsiniz. Mən hamısını açıq-aşkar demişəm. Sadəcə olaraq siz baxmırsınız. Bütün videolar orada var. Bütün xəstəliklər üçün, 99% xəstəliklər üçün orada videolar var. Məni axtarmayın, məni neyinirsiniz? Mən cəm olaraq bir dənə video hazırlayıb qoyuram ki, gedin özünüzü sağaldın. Belə, Allah bütün xəstələrə şəfa versin, yardım eləsin. Mən xalqımı sevirəm, elə xalq içində elə vuruşub əlləşirəm ki, göstərirəm ki, gedin, yəni bunları eləyin, sağalın. Mən bundan artıq neyə bilərəm? Belə, mən də öz həyatım var, mən də qidalanmam var. Bu dəqiqə mən, məsələn üçün, yuxudan durmuşam, 1 litr su içmişəm, indi gedəcəm yürüyüşə. Yürüyüşdən gələndən sonra Nişinin idmanları var, su terapiyası var. Sonra qida, məsələn üçün, şirələrdir, tərəvəz şirələridir. Bunlar hamısı zaman aparır, vaxt aparır. Biraz da ailəyə baş qarışanda artıq zaman bitir. Mən bu boyda insanları tək olaraq sağalda bilmərəm. Amma cəm olaraq video qoyuram ki, baxın, eləyin hər biriniz səbrinlə. Belə, sağ olun, minnətdarım.